Salam dostlar, hər vaxtınız xeyir olsun, necəsiz? Deməli dostlar, hər dəfə olduğu kimi bu dəfə də mən gedirəm Qudaç şəhərinə sushi sifariş aparıram. Hər dəfə getdiyim kimi bu dəfə də inşallah axşama gelib gələcəyik. Qısa bir zamanda Qudaç şəhərində olacağım. Keçən dəfə apardığım yerə bir daha sushi sifariş aparacağım. Sizsə izləmədə qalın. Sizə gözəl bir məlumatım olacaq Qudaç şəhərinə çatanda. Daim mənim səhifəni izləyin. Videoları bəyənməyi, takip atmağı unutmayın. Və Qudaç şəhərində görüşənə dək hələlik dostlar. Dostlar, bir daha salam. Hər vaxtınız xeyir olsun. Deməli dostlar, Qudaç şəhərinə çatdım. İndi həmişə kimi aparıram sushini təyin olunmuş yerə çatdırıram. Dostlar, mən burada onu demək istəydim ki sizə. Məsələn, bu keçən dəfə mən paylaşım etmişəm bu sushi sifarişini. Sushi sifarişini Qudaça çatdırmaqla bağlı mən paylaşım etmişdim. Və çoxsu orada komentar yazır ki, rəylərdə məsələn sushi Qudaçda hardadır, harda hazırlanır, nə bilim, neçədir. Mən qiyməti deyə bilmərəm, qiymətlər fərqlidir. Sushinin qiymətləri fərqlidir. Amma hazırlanması sadəcə Yalama kəndində hazırlanır. Amma siz Qudaç şəhərində gözəllik salonunun yanında, yəni polis şöbəsinin aşağı girən, sağa dönən kimi, keçəndə sağa dönən kimi Banu gözəllik salonunun yanında Coffee Shop adlı bir balaca yer var. Məsələn, orada ancaq xanımlar, aldığım məlumatlara görə ancaq xanımlar yaxınlaşıb ora sifariş verə bilər ki, sushi yemək istəyirik, məsələn, falan vaxtda. Sifariş veriləndə biz də onu Yalamadan gətirik ora, yəni çatdırılma edirik. Yəni sifariş verir, ora siz sifariş verin, ondan sonra onlar sizə deyəcək, yəni nə vaxt hazır olacaq, nə vaxt gəlib həm götürə bilərsiniz, həm orada yeyə bilərsiniz. Məsələn, orada sizə məlumatlandıracaqlar. Yəni bu qədər. Yəni ki, mən indi gedirəm həmin obyektə. Özünüz görəcəksiniz. Kim istəyirsə ki, sushi yemək istəyirsə ki, yaxınlaşıb ora müraciət edə bilər. Müraciət edin və siz də sushi sifariş verib yeyə bilərsiniz Qudaç şəhərində. Bax, indi mən gedirəm həmin Banu gözəllik salonuna. Orada sushi sifarişi, Yalamadan gətirdiyim sushi sifarişini təhvil verib qayıdacam. Həmçinin oradan bu dəfə Yalamaya pizza sifarişi də çatdırma edəcəm. Yəni bura sushi sifarişi çatdıracam. Buradan da ora pizza sifarişi çatdıracam. Kimin sualı olsa, mən şəxsi nömrəm orada, əlaqə nömrə qeyd etmişəm, səhifəmdə var. Əlaqə saxlaya bilərsiniz. Polis şöbəni keçdik, dönürük sağa. Biraz qabağa gedirik və çatdıq. Və buradır.
Deməli dostlar, sushi sifarişini təhvil verdim. Yarama kəndinə pizza sifarişini çatdırma edəcəm. İnşallah. Həmdülillah bugün yəni sağ-salamat gəlib çatmışıq bura. Gördüyünüz kimi obyektdə bu buradır. Coffee shopda gəlib sushi sifariş verə bilərsiniz. Həm də yeyə bilərsiniz, ancaq xanımlar üçün də olduğum məlumat üçün. Kişiləri icazə vermirlər. Sifarişləri qəbul etmirlər. Sushi sifarişi çatdırdım dostlar. Pizza sifarişi götürdüm. İndi çatdırma edəcəm Stansiya Yalama kəndinə. Bir də dostlar, mən onu da qeyd edeyim ki, mən tək sushi sifarişini çatdırma, dönər, pizza sifarişi çatdırma, tək onları nəzərdə tutmuram. Mən çatdırma ümumi eləyirəm. Kimsə ərzaq istəyər Nabranıstan Yalama kəndindən Nabrana və yaxud Şirvanovka ərazisinə və yaxud Xuda şəhərindən kiminsə Demudan gələn sifarişləri var, çatdırma lazımdır Stansiya Yalama kəndinə, Nabrana. Belə şeylərə olanda, sifarişlər olanda mən qəbul edirəm. Məsələn, Demudan sifariş gəlib, onu götürüb gətirmək lazımdır Nabrana. Kimsə gedə bilmirsə, mənlə əlaqə saxlaya bilər və mən həmin adama, həmin şəxslərə sifariş çatdırma işini görəcəm. Sifarişi çatdıracağım həmin şəxslərə. Hə dostlar, onu deyəcəkdim ki sizə, yəni mən indi sushi sifarişi Xuda şəhərini çatdırdım. Xuda şəhərində pizza sifarişini Stansiya Yalama kəndinə çatdıracağım. İndi isə mən sizə onu demək istəyirəm ki, mənim sifarişləri çatdırma, yəni işim bundan ibarət deyil. Mən həmçinin Xuda şəhərindən demo sifarişləri həm Yalamaya, həm Stansiya Yalama kəndinə, həm Nabrana, Xəzər istirahət mərkəzinə yaxın kəndlər var. Məsələn ki, oraları çatdırma edirəm. Kimsə ki, məsələn, sifariş gəlib Demodan gəlib Xudatdan götürə bilmir, mənə müraciət edə bilər və mən həmin sifarişi, Demodan gələn sifarişi götürüb çatdırma edəcəm həmin şəxslərə. Yəni, problem yoxdur. İstər Şirvanovka kəndi olsun, istər Selika olsun, istər nə bilim, Okur oba olsun, yaxın, yəni orta oba olsun, fərq etmir də, yəni yaxın kəndlərə, hər yeri. Bayaq qeyd elədiyim kimi, dostlar, kimin sifariş olsa əgər Demodan gələn sifarişlər çatdırılmadır və yaxud evdən çıxa bilmir, kimsə yaşlı adamdır, məsələn, marketə getmək istəmir, gedə bilmir və yaxud Xudatdan nəsə gətirmək lazımsa, demo sifariş, imini demo sifariş olmasa belə, başqa bir sifarişlər olsa, özünüz görsün marketdə, məsələn,
bagajın forması görürsünüz. Yəni motosikletlə gətirə biləcək nəyi varsa, mən sifariş qəbul edirəm, həmin şəxslərin çatdırma edəcəm. Mənim nömrəm səhifəmdə var. Özünüz əlaqə saxlaya bilərsiniz. Əlavə kimin sualı varsa, mənlə həm şəxsiyə yazar, TikTokda səhifəmdə şəxsi yazıb soruşa bilərsiniz. Həm də ki, WhatsApp-la, həm zənglə daim sizin qulluğunuzdayam. İndi müştərinin biri mənə xahiş edib ki, Yalama kəndinə Lider dönərdən 2 dənə dönər çatdırım. Bu müştərinin şəxsi işidir, yəni o üstəki Lider dönərdə İminxuda şəhərindən dönər də çatdırma edim. İndi hal-hazırda 2 dənə dönər sifariş vermişəm və pizza sifarişini götürmüşəm. 2 dənə dönər də stansiya Yalama kəndinə çatdırma edəcəm. Və stansiya Yalama kəndindən də Xuda şəhərinə sushi həmişə kimi sifariş çatdırma elədim. İnşallah indi bu sifarişi də götürərək buradan qayıdaraq stansiya Yalama kəndinə. Deməli dostlar, dönər sifarişi də götürdüm. İndi isə çıxaq gedək. Benzin vuraq və Yalama kəndinə gedək. Sifarişləri çatdıraq ora. Gecikmək. Salam aleyküm. Beş manatlıq burada qaqa. 5 manatlıq 5. Ha pulu. Kartla ödəyiş olacaq. Buyur qardaşım. Gel bunu da qaqa. Halalı. Yok yok. Bir de bunu vurursan. Nətədir? Sıra dışıda yoxsa yerləşir, yoxsa Nə yerləşir? çəkdiyin sıra dışıdır. Hə. Yaddaş kartına yüklənir də. Yox, bir dənə otururuz, o baxımda çıxacaq o. Yo yo, mən onu axşam paylaşacağım inşallah. Axşam inşallah. Hə. 10 manat olmalı. 10 manat. 5 vurmamışdan, 10 Hə. manat. Sağ ol qardaş, var ol. Minnətdaram, Allah köməyin olsun. Selamünaleyküm. Qaqa necəsən? Nə var, nə yox? Canım başım. Abi burada hərbi tükan var idi. Nətər oldu bu ərazidə? Hərbi tükan var burada. Hərbi işləyən? Hərbi tükan, hə. Hərbi işlə? Hə. Gəl damız oradadır. Harda? Oyuna gedirəm, gəlin. Gedək. Dostlar, bu qardaş mənə hərbi tükana aparmaq istəyir. Orada maraqlanacaq şeylər var ya.
Gedək hərbi dükanında bir dənə maraqlanaq. Gedək indi hərbi dükana dostlar, orada istədiyim bir iki dənə şey var. Onlar var, yoxdur, qiyməti nə qədərdir. Maraqlanım və çıxar. Qardaş sağ olsun deyir, mən yol göstərəcəm bir sənə. Harada olduğunu deyəcəm deyir. Görək indi. Salam qardaş. Yox brat, mən hərbi dükan dedim, hərbi sayı. Sənin neçə yaşın var? 23. Mən 26 yaşım var. Abi, mən hərbi dükan dedim, mən hərbi isə yox. Dükan? Hə, mağazadır, yəni mağaza. Burada hərbi dükan var. Buradır? Burada da hərbi dükan var, o tərəfdə də var. 2 dənə var. Hə, sən bura bəs elə. Çox sağ qardaş. Səni çəkirəm paylaşmaq olar. Çəkirəm bir dəqiqə paylaşmaq olar. Ha, bilirsən oradan çıxandan sonra. Yox, deyirəm ki, Bildim, başa düşdüm. Çıxandan sonra tələsmirsənsə, o mən sənə stosa yazmışdım, kameraya görə baxmağa. az sənin qaqaşsan. Nədəsən, nə var, nə yox, canım başın. Çıxartma, ha, çıxartma. Vəziyyət nədədir? Yaxşı olsa Allah köməyin olsun. Neyləsən, hara gelsən? Heç nə belə şey. Mən sifariş var ya burada. Yalamayı çatdırmalıyam. Bir də bura çatdırdım, buradan yalamaya gedəcəm. Ha, bir dənə bax, sən bura deyilsə, bir dənə də hərbi dükan yanında var, avtovokzal tərəfdə. Hə, yaxşı, oldu qardaş. Qoy bir də Buradan bura deyilsə, oranı göstərim. oldu qardaş, oldu. Qoy bir də motosikletimi açıb yedi saxlayaq. Burada qaqa. Buradır. Sən deyirlər ki, hərbi mağazından nəsə götür. Yox, maraqlanmaq istəyirəm. Orada sifariş var idi, verə biləcəm yoxsa yox, onu maraqlanmaq istəyirəm. 2 dənə hərbi mağazin var idi. Biri odur, Hə, oradakı. hə. Biri də buradaydı. Təzəli izləyirsən, buranın ucu bağlı başqa şey yapıyor. Hə. Deyir, burada bon yerində. Bir də mənə bir dəfə burada var idi, mən gəlmişdim bura. Ha, burada var idi. Burada var. Eybi yox qardaş, olsun. Hə, eybi yox. Başqa var yenə burada. Yox da. Oldu qardaş, görüşərik. Üzə müqayət ol, var ol, üzə müqayət ol. Amma tələsmə, sən görürsən tələsirsən, o sarı yananda keçməklə. O bu maşın sürücüləri var, səndən qabaq keçər, vurar, bir problem olar. Yaxşı qaqa. Orada 10 saniyə vaxt aparır, onunla heç nə olmaz. Görüşərik inşallah, üzə müqayət ol. TikTokda gözləyəcəm səni. Paylaşacağım ha səni. Paylaşacağım səni. Sağ ol qardaşım. Qardaş sağ olsun, əziyyət çəkdi, yenə də mənə dükanları göstərdi. Amma hərbi dükanı birini tapdım, birini tapmadım. İstədiyini də əldə edə bilmədim. Amma eybi yox, gələn dəfə olsun. İndi isə dostlar, çıxaq gedək Stansiyalama kəndinə. Bugün də belə maraqlı bir gün keçdi. Hər şey çox superdir. Benzindi vurduq. Benzin də vurdum və gedərək indi Stansiyalama kəndinə.